Bəziləri üzün namazı da belə dünya iyi verir. Bəziləri üzün namazı isə axirət iyi verir. Bəziləri üzün dünyası belə axirət iyi verir. Bəzi insanlar var, onlar namaz qılır, oruç tutur, namazına da baxırsan, orucuna da baxırsan, həccinə də baxırsan, ancaq dünya görürsən. Ancaq dünya qoxusu gəlir. Adam var, alver eləyir, ticarətlə məşğuldur, onun ticarətindən axirət iyi gəlir. Fərqlidir bunlar. Bunu təyin eləyən sənin baxışların, sənin hədəfindir, sənin iradəndir. Bu insanlar fərqlidir. Bəzi insanlar Quran buyurur ki, onlar nədirlər? Onlar dünyaya bağlanırlar. İmam Hüseyin əleyhissalam buyurur, əbidud dünyadılar, dünya balasıdırlar. Onlar dünyaya məşğuldular. Amma axirət üçün buyurur, ricalun la tulhihimut ticara və lal bəy an zikrillah. Onları heç bir ticarət, heç bir şey, dünya onları Allahın zikrindən yayındıra bilməz. Milyonu olar onu yayındıra bilməz. Milyonları tök qabağına büdrəməz. Zahidlərin Allah Müteal sifətlərin sayır Həzrəti Peyğəmbər bizə çatdırır. Bunu zahid bilirsən kimdir? Dünyanın gəliş, gedişi onu tərpətməz. Milyonçu idi, bugün yoxdur. Heç vecinə də deyil.